Məhəmməd Əmin Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. 1902-ci ildə hələ 17 yaşında olarkən Müsəlman Gənclik Təşkilatını yaradıb. Bu, 20-ci əsrdə Azərbaycanda Rus müstəmləkə üsul idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilatı idi. 1917-ci ilin payızında Məhəmməd Əmin Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türkistandan millət vəkili seçilib. 1918-ci il mayın 26-sında Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-sində Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb. Səs çoxluğu ilə Məhəmməd Əmin Rəsulzadə Milli Şuranın sədri seçilib. 1918-ci il mayın 28-də müxtəlif ölkələrin radiostansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Lakin bu cümhuriyyətin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprelində Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalından sonra Məhəmməd Əmin Rəsulzadə vətəni tərk etmək məcburiyyətində qaldı. Uzun illər doğma ölkəsindən kənarda Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Rəsulzadə 1955-ci il martın 6-sında Ankarada şəkər xəstəliyindən vəfat edib. Allah rəhmət eləsin.